Can nənəşqam. Hə, gəldim. Paltarlarımı şkafa yerləşdirib gedirəm. Axşam da partiyada olacağım, nənə. Ay, nənə, partiya yox, parti. O nə olan şeydir? Niçevo, gələndə başa salaram. Yaxşı, öpdüm. Ay Allah, bu qocalarda ki. Çumaki. Pis iyilədir. Nənə, şkafını təmizlə da. Allah qapını açsın bala. Nə qədər sallanmaq olar. Qollarım, çiyinlərim, hər yerim işib. Of, anam, of. Yox, salto vururdum. Anam turnikəlin yaşında güllü. 40 ildir sallananda bu xarabada. Da asıl qalmaqda beynimə qan yığılır. Heç də olmaz, xeyirdir. Qanı dövran eləyər. Poy. Özdə ki, o nə səs-küydü elə axşam sən aslan tərəfdə? Ha, nə məsələ idi, dəcəl? Yax görəsən də, dəzəl nədir, gecə. Deyim sən, eşdən bilən bir avro olaram səndə, bu yaşımda. Deyirəm səndə da şey yox da, güllü, qulağından heç nə qaçmır. Yaxşı, temanı dəyişmə, de görüm nə idi elə? Az heç nə. 40 il əvvəl bir dənə güvə gəldi qondu üstümə. Da acıydı. Can, yazıq. Yazıq o deyil, yazıq mənə. Mən yeməyə gəlmişdi. Nəysə, o da gəldi qondu üstümə. Mən də xətinə dəymədim. Məni xımır yedi, nəsil kök artırdı. Özünə də qəşək ev eşiyi tikdiribdi. Dünəndə 40 illik yubileydi, dambadırıpla, 10 səsi idi. Yeşmək zad var idi, yoxsa elə quru-quru? Deyirəm, xeyri yoxdur. Bax, bizimkinin hamısı belədir. Hər şey qonaq üçün özümüzün canımız çıxsa da olar. Narahat olma, az getmədilər. Bir qolumu verdim onlara. 700 güvəlikdə yer almışdım. Yedilər, məni getdilər. Canım ağrır, amma daha niyə? 40 ildir adam mehribanlaşır bu qədər müddətə qədər. Az elə səndən də. Səndən bir dənə pisiy gəlir. Dəhşət ölü vəhşətdən ha. Bu nə ətirdi vurubsan sən Allahın? Elə bu iynə, bir say yaxınçılar Allahına şükür elə. Alış, bəyənməzsən də. Məndən 20 sezon kiçiksən. Sən hardan biləsən belə şeyləri? Bir vaxtlar sandıqların, paltar şkaflarının bir dənə parfümü var idi. Naftali. Yaxşı. Baya, deyən görüm. Bu yerdəki nədir elə? Ay uşaq koftası, sən niyə yerdə uzanırsan? Dur, görmə ayağa. Mən uşaq koftası deyiləm. Mən kropam. Can, bala, can. Nətər xəstələnibsə kripə krop deyirik. Öz də deyəsən, ağır keçidibsən, balonu görüb belə balacana qalıbsan. Xala, birincisi grip yox, grip. İkincisi ki, mən kropam, böyük adam koftası. Kucurma. Ay, saqqalına qızı, nəyə baxırsan sənlə? Az deyil, böyük koftasıyam da ona. Gör bu qalanı hardadır? Bala, olanı bu delər. Dedulya, o sizin dövrünüzdə idi. Hər şey uzun yerlə sürünürdü. İndi minimalizm dövrüdür. Paltar adam bircə qarşı yerini tutsa, bəs eləyir. Əsas odur, oversize mi yaxşıdır deyə, onun çuvalına oxşuyur. Kim idi mənim adımı çəkən? Sən kimsə bala? Oversize. Nə? Avırsız? Elətdə paltar olur. Yoxsa bu da geyim sektorunda yeni inqilabınızdır. Bala, amma sən nə qədər avırsız olsan da, yenə buna baxanda avırırsan. Düzdür. Nənəcan, ağırsız yox ya, oversize. Yəni ki, daha böyük. Yaxşı, böyük danışma. Bura bax, avırsız. Bu sənin adaxlın zadın döyük. Adaxlınsa denə, dilini qısa, ətəyini uzun eləsin. Adaxlı nədir? Yox, bir. Biz free həyat yaşayırıq. Nə o mənim boyfriendimdir, nə də mən onun girlfriendi. Tova durub bunu çırpacam bana. Çırp. Allah səhərdə də əsəblərimdən oynayır. Ay mikrop. Bax bu qızlar sənin ətər geyinsinlər. Bax sənin haralarını örtsünlər. Heç də mənə çatmır da. Bu arvad da mənim adımı düzgün deyə bilmədi. Ay xala, ay nənə. Mikrop yox, krop. Bir də ki, mən də pisinə görübsən, sən. Adi paltaram. Çimərlik paltarı qədər açıq deyiləm ki. Allah bala. Bizim vaxtımızda belə ev donu da,
naşnoydu. Aba belə çiməyli paltar da buydu. Qadın alma gül. Qadın alma. Sən ayrı şeysən. Məni soruşan kim idi? Sən kimsən? Mənəm də çimərlik paltarı. Bəs biz sən niyə görmürük? Minyatürniyəm də, Canik. Nə canım cəsədim var ki? Nərmə nazik bir şeyəm. Üzükdən keçirəmi? İstəyirsən, lap yaxına gəlin. Bəlkə onda məni gördünüz. Valla bir şey deyim, bu cama səni gözdən görəmir. Əynə də tərk edir. Dedulya, bizim kateqoriya əsasən fotosessiyalardan ötürüdür də. O müğənnilər, modellər, glamurkalar, şapkaşaraq şəkillər çəkdirirlər. Bax, onun üçün. Sonra xəbər saytları həmin şəkilləri paylaşıb başlığı da belə qoyurlar. Filankəsdən cəsarətli addım. Bahdədən var. Dağılay dünya. İndi gözlə görünməyən şeycəyimi cəsarət sayılırmış. Hamısı qiyamət əlamətidir, dünyanın sonu gəlibdir. Ha, indi başa düşdüm səni. Yox, elə sən gəlməsən yaxşıdır. Özümə görə demirəm, bu ağsaqqal ağı bir şeydən ayıbdır. Səni görsələr 100% ürəkləri tutar. Padulmayır. Heç baxmayın. Mən getdim. Çao Dedulya. Can. Şirin diye şirin. Uş. Bala, ağ biçər deyənmərəm, amma ağsaqqal haqqında çox şeylər görüb. Sən mənim yerimi üşümə, yaxşı mı? Ağlın cəsuş, bu da bizim ağsaqqal. Gülü bəsdir. Bax, uzadırsan sonra desin ki, ağsaqqal elə dedi, ağsaqqal belə dedi. Uzatma. Yəni deyirəm ki, bir kostyumlar tikirdilər ki, İstəyirsən 20 kilo kökən, istəyirsən 30 kilo arıqla. Heç dadda dəyişmirdi. Kostyum elə adamın əynini, nə tər olurdusa elə də olurdu. Düzdür bala, düzdür. Əvvəlki geyimlər şey. Eyni. Ha? Sən kimsən? Ay, açma, ona dəymə. Nə təlaşma? Bu elədiyiniz paltar hüquqlarına ziddir. Bir də görək uşaq elə nə deyir? Deyirəm ki, siz kostyum dediniz, mən də gəldim. Eşitdim özgəyə, getmisən ərə. Mən gözüm açanlar, elə bu da bu mahnını oxuyur. Mənim də az yaşım yoxdur axı. Düz 18 yaşım var. Düz 18 olmaz, 118 olar. Çalış, hərflərdən səhv salma. Yoxsa gözüm gözünə baxar, səni yandırıb yaxar. Əydi, bəs sana, sən canlı çürütdün cəmatı bir dənə mahnına. Bala, sana kimsə deyib, sən səsin var. Sən anladıflar. Özündə ki, onun kostyumunu giyinə bilərsən, amma yerişini yeriyənməzsən. Babacan, nənəcan, indi belə şalvarlar moddur. Bir dənə belindən kəməri taxırsan, püsü. Külək hayandan əsdi, kəmər belimi kəsdi. Ey bədbəxt, mən kəmər deyiləm, qiymətim də düz $1000 bahadır. Deyirəm, belə çıxır ki, bu nəvənin bircə dənə də olsun düzənməli paltarı yoxdur da, ha? Necə yəni yoxdur? Bəs biz burada nəyik? Bala, deyirəm ki, bu sənin viddən bir vidin yoxdur ki, it tama salıbdır. Sən bu günə cırıq-cırıq qoyubdur. Nə də ki, yun döysən ki, deyim, güvə düşübsə. Güvə düşməyib, gücə düşür. Bala, səni geyirəndə bu xalqın uşaqların ayaqları çöldə qalmır? Uf, ay nənə, sən də yaman deyingənsən. Gör kimi modeldir də. Bizcə dənə minusu var ki, hər dəfə geyinəndə adam baş parmağı keçir o deşiklərdən birinə. Bu da cırla-cırla gedir. Amma belə də cool gördür. Bala, bir şey deyim, bu cama çayın altından kalkotkanı, finkanı nə rəh giyməlidir ki, qıçalarını görsənməsin. Dedulya, nə kalkotka, nə finka, siz hansı dövrdə yaşayırsınız? İndi cəmaət klassik şalvarların dizini lezvalayır ki, ayaqları maksimal dərəcədə görünsün. Siz hələ oturun, Allaha da şükür edin ki, mən hələ urvatlı gündəyəm. Deyəsən, siz mənim davamçılarımı görməyibsiz. Yəni sizdən də betərləri var. Görüm o məşhur mahnımla bu situasiya ilə bağlı bir şey edə bilirəmmi? Yox, bu dəfə də alınmadım. Şükür Allah şükür, şək eləmə bala. Betəri var. Gəlsin görmə davamçılar kimdələrlə. Ay Allah. Ay Allah, bu nədir? Allah
gülü. Qocalıbsan deməli. Rejin alma gül. Deyirəm ki, bir də öz gəşdiyimizi yadıma sallam. Təpəndən tüstü çıxır ki, biz hardan hara gəldik, hardan hara. Qaçdı. Adam. Evdəsən? Qaçdı. Bunun koftasına bax. Yəqin yuyulmaqdanca yığılıb. Bunun harasında durur? Allah oysan. Ay, bunun şalvarına bax. Gör nə qədər giyinib ki, yuyulmaqdan cırılıb. Can. Yəqin vur-tut bircə şalvarı var. Yur giyinir. Bunu nə yaman yekə alıb? Yəqin qəsdən elə alıb ki, yekələnəndə giyinərəm. Bax, burada duz iş görür. Nənən öləydi, bu günləri görməyəydi. Gərək bundan sonra pensiyamın hamısını ona verim. Nənə, işqanım necəsən? Çimol. Bu nə bit fasondur, hə? Bayaqdan paltarlarıma baxıram. Sən bu dədən anan hara baxır, hə? Bu nə didik sökükdü giyinirsən sən? Nənə, işqa, indinin dəbi bu deyə, bunların hamısı brend paltarlardır. İndi hamı belə giyinir. Mən neyniyim? Sən gəl bu şerpatrepdən əl çək. Yeri gəlmişkən pensiyamı da almışam. Gedək sənə normal paltarlar alaq. Şerpatrep nədir? Şerpatrep? O da bizim dövrün trend sözüdür. Görürsünüzmü? Biz sabahdan bir-birimizi qırırıq. Bu insanların işviyejinə də tüylü. Ara yerdə biz pis oluruq. Siz sizdə, siz cavanlara ilişməyin, cavanlar da sizə. Yaxşısı budur, mehriban olaq. Paltar olanda nə olar ki? Paltarın da gələ qanacağı olsun. Geyim əxlaq göstəricisi olmasa da. Onu geyinən insanın xarakterindən az çox xəbər verir. Dəblə ayaqlaşmaq, gündəmdə dolaşanı yox. Bədən ölçülərinə. Yaşına və işinə. Yəni ki, özünə yaraşanı geyinməkdir. Unutmayaq ki, efirin efir. Məktəblərin məktəbli. Səhnənin səhnə, şəhərində şəhər paltarı var. Bir dəqiqə. Bəlkə bu tanışdığımızı yadda qalan bir kollektiv rəqslə qeyd eləyək. Bizim qırışlarımız asılar, sizin də tozunuz tökülsün. Bizim vaxtımızda kollektiv rəqs deyən ağılacaq yallı gələrdi. Yallı olsa oynayacağım. Maestro, oradan bir dənə Braziliya yallısı. Ay bu deyil. Braziliya yallısı, maestro. Belə Braziliya yallısı olur. Bu nətər oynayacaq? Yağlayacağım. Ay, sessiz.
Coşqun müəllim, buyurun eşidirəm sizi. Mən sizi ürəkdən, Amma niyə görə? canı qəlbdən təbrik eləyirəm. Bu yanaşma indiki gənclərdə çox halal olsun sizə. Çünki mən bunu eləmişəm 93-cü ildə Məhəmməd Füzulinin Meyvələrin söhbəti hazırlamışdım və qalib olmuşdum. Yəni mən təsəvvür eləmirəm ki, indiki dövrdə, indiki texnologiyanın inkişafında gənclər əşyanın dili ilə insanları təmsil eləyəcək, insanların nətər deyim, psixologiyasını bizə təqdim eləyəcək. Mən sizi doğrudan ürəkdən təbrik edirəm uşaq. Siz məni, nə bilim, göydən göyə qaldırdınız. Bax, mən burada oturmağıma görə, yenə deyirəm, çox sağ olun ki, bax, bu səhnəni mənə təqdim elədiniz. Mən şəxsən öz adımdan deyirəm, mən ürəkdən sevindim, anlayışlı, yəni, hər şey öz yerində. Nə bura dekor lazımdır, nə bura yersiz bir musiqi lazımdır. Bax, bura sadəcə geyimlərin danışığı, insanın geyim dili ilə insanı təqdim elədiniz siz bizə. Dövrümüzü təqdim elədiniz, keçmişimizi təqdim elədiniz. Bax, bu acı gülüşü bizə təqdim elədiyinizə görə mən sizə təşəkkür edirəm. Çox sağ olun. Siz də ki, bizim gözəl aktrisamız, sizin gəlişinizdən bilindi ki, aktrisadır. Baxın, öyrənin. Yəni, gəliş, bir yeriş, səhnəyə gəlişi aktrisadır. Sizin də öz dəstəyiniz vacibdir, belə gənclərə, uşaqlar. Bu alqış sizindir. Burada bilirsiniz, nəinki səhnəcik, burada mən uşaqların içini gördüm. Mən burada gənclərin daxilini gördüm. Mən burada indi bu gənclər nə istəyir, onu gördüm. Çox sağ olun, təşəkkür edirik. Rafael müəllim, amma deyəkmi yoxsa? Buyurun. Mən nədənsə çiğlik hiss elədim. Yəni, elə bir ki, dayanırdınız, söz yada salırdınız. Bir-biriniz arada boşluqlar, pauzalar var idi. Replikalar. Hə, yəni oturmurdu. İstəyirlər ki, replika gəlsin. Bəli, siz onu hiss elədiniz? Bəli. Özünüz elə giyinən kimdi var? Yəni, elə şalvar giyinirsiniz, dizləri cırır-cırır. Onu mən giyinirəm. Onu mən giyinirəm. Mən janrı başa düşdüm. Uzun və yorucu deyildi. Uzun deyildi. Bu belə qəbul olunur. Gülməyə də Deyildi. Bu daha çox bir mesaj idi. Hamısı gözəldir. Bugünə qədər belə bir şən gəncdə belə bir təqdimat olmamışdı. Onu bu komanda təqdim elədi bizə. Çox qəşəng, oyunları qəşəng, hər şeyi qəşəng elədilər. Amma biraz gülməli olsaydı lap yaxşı olardı da. Belə deyək. İçinə biraz yumor qatsaydılar, tam olardı. Hoşuma gəldi. Təbrik edirəm sizi. Çox sağ olun. Təşəkkür edirik. Mən bir də deyə bilərəm. Buyurun ki, Burak xanım. Baxın, həqiqətən çox düşündürücü bir səhnə yaratmışsınız. Replikanı kaş ki gözləməyəydiniz. Kaş ki o replikaları gözləyəndə özünüzdən bir şey artıraydınız. Bir cümlə artıraydınız. Heç bir ziyan eləmir. Ona o gözə professionallıqdır. Bir dənə gözlə o gələnə qədər bir dənə artıq söz desəydiniz, dolardı o səhnə. Yəni boşluq oldu. Ay sağ ol. Ayrı bir şey yoxdur. Düşündürücü bir səhnə idi. Mən də diqqətlə qulaq asdım, heç yorulmadım. Çox sağ olun dostlar. Sağ olun. Təşəkkür edirik. Uğur olsun. Sizin elə bir nömrəniz də olacaq, musiqili nömrəniz. Gedin hazırlaşın. Çox sağ olun.